böyüyə hörmət, müəllimə hörmət və digər Azərbaycan tarixində tarixin süzgəcindən keçib gəlmiş, bugünə çatmış bizim dəyərlərimizdir. Dəyərlər bizim kökümüzdür, dəyərlər bizim bünövrəmizdir. Bu kökü, bu bünövrəni biz möhkəm etməliyik. Əgər möhkəm etməsək, gələcək olduqca çətin və mürəkkəb olacaq. Çünki külək qopanda, tufan olanda güngül nə var, hamısını aparır. Biz bu dəyərlərə də, bu adət-ənənələrə də sahib çıxmalıyıq. Bu məsələdən danışarkən təbii ki, bir çox faktorlar var. Gənclər, məni dinləyin, uşaqlar, diqqətlə dinləyin məni. Demək, bugün tərbiyə işi eyni zamanda